Bir nəfər deyir Ayətullah Bəhaəddini ilə ki, əsrin nadir ariflərindən biridir, nadir mənəviyyat sahiblərindən biridir. Məşəddə İmam Rızanın hərəmində idi. Demişdim, məni dua eləyərsiniz, iltiması dua demişdim hərəmə gedəndə. Çıxanda dedim, dua elədiniz, deyir, yox, yadımdan çıxdı. Dedi ki, dedim, xahiş edirəm, dua eləyim. Dedi, heç hərəmə qayıtmadı, oturdu elə qapının ağzında, hansısa səhnin içində oturdu. Üzü İmam Rızanın zərihinə nəsə danışdı, deyir. Deyir, dedim, ağa, bilirsiniz nə dua eləməlisiniz? Mən deyim də sizə, mənim övladım olmur, övlad istəyirəm neçə ildir falan. Dedi ki, mən bilirəm nə lazımdır, sən onu dua eləyəcəm. Mən nə lazım olduğumu bilirəm. Deyir, dua elədi, mən çıxdıq, deyir, bayra, bir neçə addım gedəndə görüm ki, dayı, uşaq istəmirəm mən. Başa sar ki, sən dərdin uşaq dərdi deyil, sən razı deyilsən Allahın təqdiratına. Razı olmaq bu deyil ki, məsələn, gedib müalicə olunmayasan, get müalicə olun, o dərdin əlacını tap, amma razı ol nəticədir. Sonra heç övladım olmadı, amma gördüm bu dayı məni narahat eləmir. Məsələni köklü həll elədi. Köklü həll elədi. Bu şəkildə insanlar, Məliki Təbrizi var, onun da adını eşitmişsiniz, çox fəzilətli alimlərdəndir. Mənim üçün də məsələn özümə neçə dəfə onun kitablarına müraciət eləmişəm. Çox dəyərli bir adamdır. Onun ustadı Hüseynqulu Həmədani olub. O da elə böyük adamdır. Deyim, məni tanıyır da dərs deyir mənə, deyir. Gəlib gedirəm yanından, adımı da bilir. Birdən deyir, gəldim, salam verdim filan. Məndən soruşdu ki, sən Məlikilərdənsən. Elə ki, məni tanımır. Deyir, hiss elədim ki, nəysə mənə çatdırmaq istəyir ki, yəni sən bu mənəviyyat aləmində aşina deyilsən mənə. Sən burada mən səni tanımıram. Yəni, bu aləmdə sən qəribsən. Sən bu aləmin adamı deyilsən. Deyir, dedim, hə, filan kəslərdənəm, bəli. Dedi ki, Təbrizdə Məlikilər yaşayır da, o bir böyük qəbilədir. Onlar burada da oxuyur da mədrəsədə. Dedim, hə, qohumuq da biz onlarla, Təbrizlidirlər onlardır. Burada deyir, oxuyur, bəli. Dedim, niyə bunu danışır görəsən? Deyir, elə bil arozda bir söz-söhbət var onlarla. Dedim, hə, var, söz-söhbət var. Deyir, mən gəlmişəm ki, içimdəki düyün var, deyirəm, mənə mani olur, onun həllini soruşurum. Heç mən danışmamış. Dedi ki, o vaxt bu düyün açılacaq ürəyindəki, gedib o sənlə oxuyan o qohumun var filan kəs, onun ayaqqabısını hər gün cüddiyəsən. Qabağında əyilib ayaqqabısını cüddiyəsən, ayaqqabısını geyindirəsən onun ayağına. Bir getdim, deyir, neçə vaxtdır mən, deyir, heç cür qabağa gedə bilmirdim. Bir dəfə, iki dəfə, üç dəfə əyildim, onun ayaqqabısını cüddədim, gördüm ki, hə, içimdə sən demə, bu düyün, bu təkəbbürdən yaranmış, köhnə o incililər, umuküsülər ki var, mənəviyyat yoluna məlli başlı sədd deymiş, sən demə, ustad belə olur. Deyir ki, ged, yəni burada oyun çıxartma, burada məndən zikr istəmə, dua istəmə. Ged, dərdüyün dərmanı bu işdir, ged, dərdüyü tap ki, kimin qabağında ürəyində kim var, təkəbbür var. Nə üçün? Ged, bir dənə orada əyilmək, bütün içərdə sındırır. Deyir, mən gördüm ki, mənə necə dəqiq. Ondan sonra deyir, mənim əlimdən tutdu, gəldi, oldu. Bir balaca bir xəstəliyi tapır sənin üçün, göstərir və gəldi Məliki Təbrizi zarafat adam deyil. Yəni, iz qoymuş adamlardan biridir. Mənəviyyat tarixində iz qoymuş insanlardan biridir. Ruhu cilalayır, təmizləyir. Bunu keçmişdə də sizə danışmışam. Bir də deyim, məndə məqampərəstlik var idi, özümdə bunu tapmışdım. Məqampərəstlik də bəzən necə özünü göstərir? Məqampərəstlik bu şəkildə göstərir ki, insan istəyir ki, məsələn, onu tərifləsinlər. Deyim, mən gördüm, çox xoşum gəlir, cəmaat mənə yaxşı söz deyəndə, cəmaat mənə nə deyər, o mənə nə deyər, bu mənə nə deyər, gördüm, çox önəmlidir mənim üçün. Elə getdim həmin o Ayətullah Bəhaəddinin yanına ki, deyim, biraz mənə bir yol göstərsin, bu xəstəlikdən azad olun. Deyim, mən getdim, oturmuşdum, heç nə danışmamışdım, birdən-birə deyir, biraz ərkiyanə, əsəbi şəkildə mənə baxdı, dedi ki, bu nə deyir, cəmaat nə deyər, cəmaat nə deyər. Deyim, mən dedim ki, hə, yəqin başa düşüb ki, mənim dərdim nədir, heç mən deməmiş dedi. Sonra özümə baxdım, gördüm ki, bunun bu kəlməsi oxuymuş, hədəfə alıb mənim içimdə olan o xisləti. Gördüm, o sözdən sonra da mənim üçün cəmaatın sözü də təsir eləmir. Vezmə də deyil, kim nə deyər. Ruhun həkimləri bu şəkildə olur, ruhun təbibləri və bu elə real həyat deyirsiniz, bu nağıl aləmi deyil. Reallıq odur, biz elə bilirik, reallıq bizim yaşadığımız aləmdir. Biz elə bilirik, reallıq bizim yaratdığımız təxəyyüllərdir ki, buna biz qeyri-real bir şey kimi baxırıq. Reallıq əslində odur, həqiqət aləmi odur, hər şeyi olduğu kimi görmək.
budur, reallığı bu şəkildə dəyərləndirmək lazımdır və gecə vaxtı insan hüzün halını yaradanda insanın ruhu tənzimlənir, cilalanır ki, insan ruhunda fəzilətlər yaransın. Gecə deyir, onlar hüzünlə Quran oxuyurlar. Qəmli avazla, qəmli halla Quran oxuyurlar. Və məlum olur ki, burada söhbət namaz qılmaqdan gedir, sən demə. Sonraki sözlərindən məlum olur. Yəni, gecə namazını deyir, amma namazı necə deyir? Deyir, Quran oxuyurlar. Namaz əslində Quran oxumaqdır. Namaz Quran oxumaq və ətrafında bəzi hərəkətlər deməkdir. Bilirsiniz, namaz budur ki, Quranı oxuyursan, təsirindən əyilirsən rükuya, təsirindən gedirsən səcdəyə. Namazı deyir, namazı Quran oxumaq kimi təqdim edir. Əslində, diqqət eləsəz görərik ki, namaz elə Quran oxumaq deməkmiş. Həm surə, namazın mehvəri buymuş, əsası buymuş, Quran oxumaq deməkmiş. Quranın təsirindən hüzünlənsin, özündə bu hüzün halını yaratsın. Nəticədə şövq və qorxu yaranır insanda. Hərdən deyirik ki, filan kəsin ağlı çatsa filan şey başa düşər. Bəzi şeylər ağıldan başa düşülür, bəzi şeylər də var ki, qəlbi çatsa, bir söz yoxdur amma mən belə deyirəm, qəlbi çatsa başa düşər. İnsanın qəlbi də gərək, bilirsiniz, bir yerə çatsın ki, nələrsə başa düşsün. Gərək qəlbdə zəmin yaransın. Şövq, qorxu, elə belə məsələ deyil, insanda şövq, rəğbət yaransın Allaha. İnsanda əzabdan qorxu yaransın. Allahdan ayrılığın qorxusu yaransın. Bu elə belə yaranmır. Gərək hüzün olsun qəlbdə, hüzün zəmin yaradır ki, bu xislətlər insanda yaransın. Hüzün qəlbdə olan o istedadları üzə çıxartmaq qabiliyyəti yaradır qəlbdə. Qəlbə israr eləmək olmur. Bilirsiniz, qəlb belə bir şeydir ki, zorla ona heç nəyə təlqin eləmək olmur. Zorla olmur. Qəlb söz eşitmir rahat. Biri danışsın, qəlb də desin, hə, oldu. Qəlb belə deyil. Hədislərdə də var, çox istəmirsə yola gedin ondan bir təhər qəlbinə. Nazını çəkin bir təhər. İstəmədiyi şeyi zorla yükləməyin. Nəfslə mübarizə başqa şeydir. Qəlbin rəğbətini nəzərə alın əməl edərkən. Yola gedin, yolunu tapın. Qəlbə yaxınlaşmağın yolları var. Əmr elə, ay qəlb, qorx Allahdan. 100 dəfə əmr elə, xeyri yoxdur. Əmr elə, ay qəlb, sev Allahı. Bu ilə düzəlmir. Görürsən, Qədir gecəsidir, ildə bir dəfə. İnsan oyaq qalıb, nə qədər eləyir, mənəvi halı yaranmır. Gözündən bir damcı yaş çıxmır. Yaranmır, öldür yaranmır. Nə qədər danış, başa sal yaranmır. Bunun qaydası, qanunu var. Qəlbə yaxınlaşmağın qaydası, qanunu var. Gərək nazı ilə oynayasan. Gərək yollar axtarasan ki, hardan sarı simət oxunum. Necə eləyim ki, bunu bir qaynadım, içində olan o xəzinələr üzə çıxsın. Onlardan birinə işarə edir Həzrət Əli. Bunu yaratmaq olur, çətin deyil. Qurana müraciət eləsin gecə yarı və hüzün yaratsın özündə. Təfəkkürlə bunu eləmək olur. Bu çox çətin bir şey deyil. Hüzünü yaratmaq, şövq, qorxu yaratmaqdan daha asandır. Hüzün yaratsın. Hüzün hazırlıq yaradır qəlbdə ki, qəlbdə olan qaynaqlar, o xəzinələr üzə çıxsın, bulaqlar qaynasın. Yoxsa dağı tərpətməkdən çətindir qəlbi dəyişmək. Qəlb belə bir şeydir ki, Allah da əl çəkir bəzən. Fi qulubihim məradun. Xatəməllah. Deyir, mən girişə bilmirəm. O mənada yox ki, Allah azizdir. Allahdan xeyr nazil olur dayanmadan, qəlb bir hala gəlir ki, xeyri şərə çevirir. Allah deyir, mən neynim buna? Qəlb belə bir şeydir. Xeyirləri şərə çevirir. Fəzzadəhumullah məraza. Allah deyir, xəstəliklərini artırır. Necə? Allah xəstələndirir qəlbi, xeyr. Allah xeyri göndərir. Qəlb bir zavod kimidir, istehsal edir, onu çevirir pisə. Və yaxud da daha da yaxşı hala gətirir, çıxardır. Belə bir misal deyim də, bəzən adama bəla gəlir. Elə işinin xod getdiyi vaxtda, hər şey yaxşı, birdən bir bəla gəldi, görsən ki, yavaş-yavaş həmən o xodu yavaş-yavaş alır. İnsanda bir qəlbi sınıqlıq yaradır. Bunu nə üçün edir Allah? Bəlanın bir hüznü var.
bir hüznü var, bəla bir qəlbə qəm gətirir ki, bu qəm səni tənzimləsin ki, sonra təzdən yol gedəsən Allaha tərəf. Amma normalda belə olmamalıdır. Yaxşı olar ki, adam bəlanın qəmi ilə qəmlənməyə, yaxşı olar ki, adam özündə Quranla bu qəmi yaratsın. Bilirsiniz, bəlanın qəmi ilə qəmlənmək çox da yaxşı bir hal deyil. Allah bəzən əlacsız qalır bizə görə, görür ki, başqa cür olmur, bir dənə bəla göndərir ki, qəm gəlsin, tənzimləsin bu, tüğyan eləmiş ruhu. Özün gərək hüznü yaradasan. Leysə kəmitlihi şey deyir Allah haqqında. 5 dəqiqə, 10 dəqiqə də səbr eləyim, mən bəhsi tamamlayayım. Leysə kəmitlihi şey, yəni Allah bənzəri yoxdur. Bu mənası budur. Allahın bənzəri yoxdur, Allahla əlaqənin də bənzəri yoxdur. Heç nə ilə müqayisə eləməyin. Allahla insanın münasibəti özü kimi bənzərsizdir. Heç nə ilə müqayisə eləməyin. Adam atasını çox istəyir, anasını çox istəyir, qardaşın, bacısın, həyat yoldaşın, övladın istəyir. Bunlar hamısı məhəbbətdir. Bunların heç birindən deyil Allahla münasibət. Heç birindən. Tamamilə başqa cinsdəndir, başqa növdəndir. Ona görə biz məhəbbət deyəndə gördüyümüz budur deyə gəl bununla müqayisə edirik, başa düşə bilmirik. Allahla əlaqə nə deməkdir, bəyan eləmək olmur. Necə özü bənzərsizdir, ona münasibət də bənzərsizdir. O ki deyirik, qəm var bu münasibətdə. Biz o qəmi təcrübə eləməmişik deyə başa düşmür o qəm nədir. Çox səhv salır dünya qəmi ilə. Bu gözün açıb nəyin qəmin görüb? Məsələn, pulum əlimdən çıxdı, qəm. Vay, dünya başıma uçdu. Heç adam dindirmək istəmir onu. Oturub qaşqabaqlı, acı sifətlə falan. Deyəndə mənəviyyat qəmi, bu ki onu təcrübə eləməyib, gətirir bununla müqayisə eləyir. Görmürsünüz ki, bir arif otura qəmli, məsələn, gələsən, desən Allah əl çəkmənlə mən öz dərdimi çəkirim. Belə bir adam görmürsünüz. Bu qəm ondan deyil, adam əsəbləşdirsin. Bu qəm o növdən deyil. Çoxu səhv salır. Bu bədbəxtlik deyil, biçarəlik deyil. Qulir ruh min əmri Rabbi. Allahın sözünə bax. Deyir, ruh mənim sirlərimdəndir. Allahın sirridir. Allahın sirrini açmaq elbirsən asandır. Nələr var bu ruhda ki, deyir, ruh haqqında sizə az şey məlumdur, o mənim sirrimdir. Allahla bəndə arasında sirdir. Sən Allahın sirr aləminə daxil olursan özünü tanıyanda. Asan məsələ deyil. Adamı məhrəm eləsinlər. Sən gərək Allahın o sirlərini aşkar eləmək üçün sən gərək xeyli yol gedəsən ki, o qapı üzvü açılsın. Ruhun gizli hissəsi var, qeyri-aktivdir, bizdə işləmir ora. Bizim bir son üzdə olan istəklərimiz işləyir, ruhun bir hissəsi işləyir. Onu çox istə, bununla otur dostluq elə. Ancaq səthi istəklər hissəsi aktivdir bizdə. Ruhun əsas hissəsi passivdir, işləmir. O işə düşsə fərqli bir aləm olur. Münasibətlər fərqli müstəviyə çıxır. Təcrübə eləmədiyin hallar yaranır səndə. Onda görsən, Quranı əlinə götürür, qəm oxur qəlbinə. Amma elə qəmdir ki, onun ləzzətini heç nəyə dəyişmək istəmir. O dünyadakı qəmdən deyil. Allahın məktubudur. O məktubu əlinə götürən kimi, bilirsiniz, sevginin şiddətindən, sevdiyindən namə gəlib, onun həsrəti çökür qəlbinə. Min cür qəm növləri tapmaq olar bu aləmdə. Biz gərək bəzən bu üstü olan istəklər var, onların biraz səslərini alasan ki, içəri özünü göstərsin. Kanal götürsən, çevirirsən, o kanal sönür ki, bir başqasına keçir də. Təsəvvür edin, pult əlində bütün kanalları çevirdikcə hamısının səsi qalsın orada. Nə olar heç nə? İnsan ruhu da belədir. Üst kanallar var ki, onların biraz səsini alanda, yavaş-yavaş iç hissəsi ruhun başlayır aktivləşməyə. İç hissəsi başlayır aktivləşməyə. Allahın huzuruna gecə gedəndə oraların səsini alırsan, biraz səs sakitlikdir axı. İndi burada hərədən soruşuq, sən nə işin sahibsən? Biri deyəcək, mən mühəndisəm, biri deyəcək, mən həkiməm, biri deyəcək, jurnalistəm, biri deyəcək, iş adamıyam, biri hərənin bir peşəsi var filan. Deyir, Allah qapısına gedəndə necə ləbbeyk Allahümmə deyib ehram giyinirsən, paltarı atırsan, hər gecə ilə o ləbbeyk Allahümmədir. Bütün rütbələri qoy kənara, mən indi bəndə kimliyi ilə gəlmişəm. Bu burların səsin batır,
içində olan o qeyri-aktiv hissə işə düşsün. Biz o qədər kod vermişik bu üzdə olan istəklərə ki, xəbərimiz yoxdur, dərin qatda nələr var. Bax, mobil telefon var da, mobil telefon. Adam var ki, yaşlı adamlarda adətən olur. Deyirsən ki, bundan nə istifadə edirsən? Deyirsən, yes, no. Başqa bir şey bilmirəm. Ancaq zəng eləyə bilirəm. Bir cavan da baxır, deyir, heyf, bilsən nələr var bu telefonda. Hansı aləmlərə səni apara bilər. Sən bundan nə istifadə edirsən? Yes, no. Bir ağıllı adam da deyir ki, hə, bundan nə qədər kitab oxuya bilərdin? Nə qədər məlumat əldə eləyə bilərdin? Bundan sənin istifadən bu qədər oldu ki, zəng elədin. Ruh da təxminən belə bir şeydir. Sən bundan nə qədər istifadə eləmsən? Heç nə. Dostumu çox istəyirəm, qardaşımı, bacımı, atamı, anamı, uşaqlarımı və salam. Məsələn. Bu deyil ruh. Bunu işə sal, gör səni nə qədər funksiyası var. Nə qədər funksiyası var ki, onlar işə düşsə, sənə çox fayda gətirə bilər. Fayda gətirə bilər, yoxsa sən onu kəşf eləyib işə salmaq üçün yaranmısan. Gəldin, sən 5%-ni işlətdin 50 il ömürdə, 70 il ömürdə. Deyirəm də adam var, 70 yaşı var, oturub danışdırırsan, nəticəsi nədə həyatın? Çayı gərək belə içəsən. Yeməyi belə dəmdə, belə saxlayasan, falan eləsin. Demirəm, bunlar da bilsin. Hətta deyirlər bizə ki, 40 yaşlı adam gərək bilsin yeməyinin xeyirlisiniz. Amma 70 ilin nəticəsi müdrik də görkəm alır, sigaret də yandırır, nəsihət edir ki, gərək çayı falan qədər dəmdə, bu qədər istifadə elədi ruhundan, bu qədər bəhrələndi. Amma o qəm, gecə mühiti zəmin yaradır ki, özümüzdən gizli hissə başlayır üzə çıxmağa, aktivləşməyə, işləməyə.